Evimiz uçur. Motor 24 saat işləyir, çəkilişə görə çıxartdım. Mən yatmağa girəndə evə qorxuram ki, ev məndən tez yatar. Başçının müavinin qəbulunda oldum. Ona bildirdim ki, evim qəzalı vəziyyətdədir. Axşam da bəzi yerlərdən uçub. O mənə dedi ki, vətəndaşlar ikinci günü qəbul edir. Buna da bir həftə vaxt lazımdır. Mən də ona başa saldım ki, mənim evim ağıllı ev deyil də, yəni ki, bu günləri uça bilər. Ehtimal var ki, bu gün də uçsun, biraz bir saat sonra da uçsun. O da mənə, yəni o sözdən sonra dedi ki, gördün uçur, çıx çölə. Qaç çölə deyil. Evimizdə də 2 nəfər 44 günlük müharibə qazisi var. Onlar bildirir ki, biz o boyda müharibədən sağ çıxmışıq, amma bizim buradan sağ çıxmağa ümidimiz yoxdur. Maddi vəziyyətimiz zəifdir. Ön tədbir kimi bu sulağı vurmuşuq ki, nə saxlaya da. Bir də bunu. Evin divarlarından kalan kərpic tökülüb yerə. İçəri girməyə, bura bir dəqiqə girib, yəni çəkiliş eləməyə risklidir. Mən yalnız yuxarıdan girə bilirəm. Çünki aşağı girsəm uçar başıma. Vəziyyət bir dəqiqə elə bir vəziyyətdir. İnanmayanlar da Kürdəmir rayonu Aşıqlar küçəsi ev 18. Kimdə ürək varsa gəlsin, girsin, baxsın. Qapım da hər zaman üzə çıxdı.